Bismillahirrahmanirrahim. Bizə həmişə öyrədiblər ki, həyatda çətinliklə üzləşəndə, qəlbimiz sıxılanda dərhal əllərimizi açıb dua etməliyik. Çıxış yolunun Yaradanla danışmaq olduğunu bilirik. Lakin bəzən insan həyatında elə qəribə, elə ağır bir dövr gəlir ki, ən çətin olan şey məhz dua etməyin özü olur. Səccadənin üzərinə keçirsiniz, əllərinizi qaldırırsınız, lakin dilinizdən heç bir kəlmə çıxmır. İçinizdə böyük bir tufan qopsa da, onu ifadə edəcək cümlələri tapa bilmirsiniz. Diliniz sanki düyünlənir. İçinizdə qəribə bir mənəvi boşluq, bir quruluq yaranır. Siz Rəbbinizlə danışmaq istəyirsiniz, lakin sadəcə susursunuz. Və bu səssizlik sizin içinizdə dəhşətli bir günahkarlıq hissi yaradır. Özünüzə deyirsiniz, görəsən Allah məndən üz döndərib. Görəsən mən o qədər günahkaram ki, Rəbbim mənim dilimdən öz adını alıb. Bu qaranlıq düşüncələr qəlbi daha da sıxır. Lakin mənəviyyatın dərinliklərinə indiyimiz zaman tamamilə fərqli və çox gözəl bir həqiqətlə qarşılaşırıq. Bəzən dua edə bilməmək, dilin tutulması və insanın yalnız sükut içində qalması bir tərk edilmə əlaməti deyil. Bu, ruhun keçdiyi xüsusi bir mərhələdir. Bugün hüzur səyahətimizdə dua edə bilməyən, içindəki səssizlikdən qorxan qəlblərə səslənəcəyik. Birlikdə elmin və mənəviyyatın işığında bu mənəvi tutulmanın əslində nə demək olduğunu öyrənəcəyik. Əgər son vaxtlar Rəbbinizlə danışmağa söz tapa bilmirsinizsə, lütfən özünüzü qınamağı dayandırın. Çünki bugün bəzən ən böyük duanın məhz səssizliyin özü olduğunu kəşf edəcəksiniz. Qəlbimizdə yaranan bu boşluğu, bu səssizliyi anlamaq üçün ən gözəl nümunəni Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin həyatında görürük. Bəzən bizə elə gəlir ki, böyük mənəviyyat sahibləri heç vaxt mənəvi quruluq və ya sükut yaşamayıblar. Lakin tarix bizə fərqli bir mənzərə göstərir. Peyğəmbərliyin ilk illərində vəhyin, yəni ilahi mesajın ardıcıl gəldiyi bir dövrdə qəfildən dərin bir səssizlik çökdü. Həftələr, bəzi rəvayətlərə görə aylar boyunca Cəbrail əleyhissalam gəlmədi. Heç bir ayə nazil olmadı. Bu dövrə fətrətül vəhy, yəni vəhyin kəsilməsi deyilir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu sükut müddətində çox böyük bir kədər və sıxıntı yaşadı. Məkkənin müşrikləri isə onu lağa qoyaraq, Rəbbin səni tərk etdi və sənə darıldı deyirdilər. Onun mübarək qəlbi bu sükutdan yorulmuş və kədərlənmişdi. Lakin o dərin sükutdan ardından qəlblərə məlhəm olan o gözəl Duha surəsi nazil oldu. Allah Taala öz sevimli elçisinə belə səsləndi. And olsun səhər çağına, and olsun sakitləşməkdə olan gecəyə. Rəbbin səni nə tərk etdi, nə də sənə darıldı. Bu hadisə bizə çox böyük bir dərs verir. Bəzən Allah öz sevimli qulları ilə arasında bir sükut yaradır. Lakin bu sükut qəzəb və ya tərk edilmə əlaməti deyil. Gecənin qaranlığı və sakitliyi necə ki təbiətin dincəlməsi üçün lazımdır. Ruhun sükutu da onun yenidən güc toplaması üçündür. Əgər bugün qəlbinizdə bir dua qıtlığı varsa, bilin ki Rəbbiniz sizi tərk etməyib. O sadəcə sizin səssizliyinizi, o susqun kədərinizi dinləyir. Bu, dua edə bilməmək, söz tapa bilməmək vəziyyətini müasir psixologiya və nevrobiologiyanın pəncərəsindən təhlil etdikdə, qarşımıza çox şəfqətli bir bioloji həqiqət çıxır. Elm bizə deyir ki, insan həddindən artıq stres, kədər, travma və ya emosional yorğunluq yaşadıqda, beynin dili və nitqi formalaşdıran mərkəzi yavaşlayır və bəzən fəaliyyətini tamamilə dondurur. Bu, psixologiyada donma, yəni freeze response və ya emosional keyləşmə adlanır. Beyin və sinir sistemi o qədər yüklənir ki, özünü qorumaq üçün hər cür emosional ifadəni dayandırır. Sözlər hərfi mənada boğazda düyünlənir. Çünki beyin enerjisini söz tapmağa deyil, sadəcə bədənin sağ qalmasına sərf edir. Yəni siz səccadədə oturub dua etmək istəyəndə diliniz dönmürsə, bu sizin imanınızın zəifliyindən və ya Allahdan uzaqlaşmağınızdan irəli gəlmir. Bu sadəcə olaraq bədəninizin və beyninizin təbii yorğunluq reaksiyasıdır.
Yaradan sizin beyninizi bu cür qoruyucu bir sistemlə yaradıb. O, sizin sinir sisteminizin necə yorulduğunu, hansı ağırlıqların altında əzildiyini sizdən daha yaxşı bilir. Siz, mən niyə ərəbcə uzun dualar oxuya bilmirəm, niyə ağlaya bilmirəm deyə özünüzü qınayarkən, əslində Allah sizin hüceyrələrinizin yorğunluğuna rəhm edir. Belə anlarda beyninizi cümlələr qurmağa məcbur etməyin. Yorğun bir bədənə ehtiyacı olan tək şey dincəlmək olduğu kimi, yorğun bir ruha da ehtiyacı olan tək şey səssizcə Yaradanın hüzurunda oturmaqdır. Səssizliyin və quraqlığın əslində necə böyük bir dua olduğunu anlamaq üçün mənəviyyat aləmindən gələn çox gözəl və hikmətli bir hekayəni xatırlayaq. Bir zamanlar hər gecə Rəbbinə sevgi ilə dua edən, onu Allah deyə çağıran səmimi bir insan var idi. Bir gün şeytan onun qəlbinə vəsvəsə salaraq dedi, sən illərdir hər gecə onu çağırırsan. Bəs hanı cavab? Bir dəfə də olsun sənə buyur qulum dediyini eşitdinmi? Sənin duaların cavabsızdır, sən tərk edilmisən. Bu sözlər o insanın qəlbinə elə ağır gəldi ki, qəlbi qırıldı. Onun içinə dərin bir sükut və quraqlıq çöktü. O gecə dua edə bilmədi. Dili tutuldu, sözlərini itirdi və kədər içində səssizcə yuxuya getdi. Yuxusunda ona mənəvi bir bələdçi, bəzi rəvayətlərə görə Xizir əleyhissalam yaxınlaşıb soruşdu. Niyə bu gecə Rəbbinlə danışmağı dayandırdın? Niyə sustun? Adam kədərlə cavab verdi. Çünki mən onu çağırıram, amma heç bir cavab eşitmirəm. Dilimə söz gəlmir, qəlbim yorulub. Bələdçi təbəssümlə dedi. Sənin Allah deyə çağırmağın elə onun sənə verdiyi cavabdır. Sənin dua etmək istəyin onun səni özünə tərəf çəkməsidir. Sənin o səssiz kədərin, niyə dua edə bilmirəm deyə çəkdiyin o istirab əslində ən böyük duanın özüdür. Bu hekayə bizə çox incə bir həqiqət öyrədir. Dua etmək həmişə qafiyəli sözlər demək, göz yaşı tökmək deyil. Bəzən sadəcə Yaradanın qarşısında durub, Rəbbim, heç nə deyə bilmirəm, mənə kömək et deməyin özü minlərlə kəlmədən daha səmimi və daha dərindir. Sizin dua edə bilmədiyiniz üçün keçirdiyiniz o narahatlıq, qəlbinizin ona olan sevgisinin ən bariz əlamətidir. Dua etməyə söz tapmadığımız, dilimizin sükuta qərq olduğu o anların mənəvi dəyərini anlamaq üçün İmam Əlinin, əleyhisselamın o bənzərsiz hikmətinə nəzər salaq. İmam Əli, əleyhisselam, insanın daxili yorğunluğu və kədəri haqqında çox şəfqətli və ümidverici bir nəsihət vermişdi. O buyurur ki, kədərli və dərdli insanın nəfəs alıb verməsi ibadətdir. Bu nəsihətin böyüklüyünə diqqət edin. İslamın mənəviyyatı o qədər mərhəmətli və genişdir ki, o sizdən hər zaman güclü olmağı, hər zaman uzun dualar oxumağı tələb etmir. Bəzən həyatın ağırlığı insanı elə yorar ki, o ancaq dərindən bir ah çəkə bilər, dərindən bir nəfəs alar. İmam Əli bizə öyrədir ki, əgər sizin o ahınız, o yorğun nəfəsiniz Rəbbimizin huzurundadırsa, Allah o nəfəsi sizin üçün bir ibadət, bir təsbih kimi qəbul edir. Sözləriniz tükəndikdə, qəlbinizin halı sizin dilinizə çevrilir. Uca Allah sizin lüğətinizə deyil, qəlbinizin qırıqlığına baxır. Siz səccadədə oturub sadəcə yorğun bir şəkildə boynunuzu bükdüyünüz an, Allah o sükutu, o səssiz təslimiyyəti ən gözəl ərəbcə dualardan belə daha tez eşidir. Çünki sözlərdə riya, yəni göstəriş ola bilər, lakin çarəsizliyin və yorğunluğun sükutunda yalnız həqiqət vardır. İslamda dua edə bilməyəcək qədər yorğun və çarəsiz qalmağın xüsusi bir adı var. Müztər, yəni istirar halı. Bu, insanın hər cür gücünün, sözünün və bəşəri çarəsinin tükəndiyi mütləq acizlik məqamıdır. Qur'an-ı Kərimdə, Nəml surəsində Uca Allah belə buyurur. Darda qalan, müztər kimsə, yalvardığı zaman ona cavab verən və şərri, bəlanı uzaqlaşdıran kimdir? Diqqət edin, Allah burada gözəl çıxış edənə, ən çox ayə bilənə yox, darda qalan, süzü bitən və çarəsiz qalana cavab verdiyini xüsusilə vurğuluyur. Müstər olan insanın əzbərlədiyi duaları yadına düşməz, beyni çalışmaz, fəsahətli cümlələr qura bilməz. O sadəcə Rəbbinə baxar və daxilindəki sükutla imdad diləyər.
Bəzən Allah bizim dilimizdəki o öyrəşilmiş, şablonlaşmış sözləri bizdən alır ki, biz özümüzün nə qədər aciz olduğumuzu hiss edək. Sizin dua edə bilməməyiniz əslində təslimiyyətin ən yüksək zirvəsinə çatmağınızın bir əlamətidir. Siz Allaha deyirsiniz ki, Rəbbim, mənim sənə deyəcək sözüm belə qalmadı. Sən mənim halımı, mənim dilimdən daha yaxşı bilirsən. Bu səssiz təslimiyyət, Yaradanın mərhəmətini cəlb edən ən böyük işarətdir. İndi harada əyləşmisinizsə, zəhmət olmasa fiziki bədəninizi və yorğun zehninizi sərbəst buraxın. Gözlərinizi yavaşca qapayın. Mən dua etməliyəm, mən danışmalıyam deyə özünüzə etdiyiniz o təzyiqi, o günahkarlıq hissini çiyinlərinizdən kənara atın. Allah sizin səssizliyinizi başqalarının sözlərindən daha aydın eşidir. O sizin beyin yorğunluğunuzu bilir. Özünüzü cümlələr qurmağa məcbur etməyin. Sadəcə Rəbbinizin hüzurunda dincəlin. Sizin qəlbinizin atışı, onu düşünməyiniz elə duanın ən səmimi halıdır. Ruhunuzun dərinliyindən səmimi bir ümidlə Yaradanınıza bu səssiz duanı edin. Ey Allahım! Dilim yorğun, zehnim dağınıq, sözlərim tükənib. Mən sənin hüzurunda ancaq öz səssizliyim və acizliyimlə durmuşam. Sən qəlblərdə gizlənən sirləri, deyilə bilməyən kədərləri bilənsən. Mənim bu sükutumu, içimdən çəkdiyim bu ahı ən gözəl dua kimi qəbul et. Yorğun ruhuma sənin öz sükunətini nəsib et. Bu mənəvi oyanışınızı və qəlb rahatlığınızı təsdiqləmək üçün rəy bölümünə keçib bu sadə cümləni yaza bilərsiniz. Səssizliyimi Yaradana əmanət edirəm. Qəlbimin halı mənim ən böyük duamdır. Əgər bu mənəvi səyahətimiz içinizdəki o günahkarlıq hissini yüngülləşdirdisə, sükutunuzun əslində nə qədər də dəyərli olduğunu anlamağa kömək etdisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bizə dəstək olun. Gözəl hikmətlərin və mənəvi dincliyin paylaşıldığı bu kanalda sizinlə birlikdə addımlamaqdan məmnunuq. Səssizliyinizin hər zaman ilahi mərhəmətlə qarşılanması, ruhunuzunsa daim Rəbbinin ləzzətini hiss etməsi diləyi ilə. Sizləri dildəki sözlərə deyil, qəlbdəki sınıqlığa baxan Allaha əmanət edirəm.